Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan çəkin. Çünki azğınlıq sərgərdanlığı zamanı özünü saxlamaq, qorxulu işlər görməkdən daha yaxşıdır. Yaxşı işlərə əmr et ki, yaxşılardan olasan. Pis işləri əlinlə, dilinlə qadağan et. Öz səy və təlaşınla onları yerinə yetirən kəsdən ayrıl. Allah yolunda ona layiq tərzdə cihad et. Allah yolunda tənə vuranın tənəsindən qorxub çəkinmə. Harda olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq, haqq, həqiqət uğrunda çalış. Dində elm əldə et. Özünü xoşa gəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbirli olmaq necə də gözəl xasiyyətdir. Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan. İstədiyin şeyi ancaq Rəbbindən istə. Çünki bağışlamaq